mənim əzizlərim. Belə bir açılım edirik. Şir bürclərini fevral ayında nələr gözləyir? Özü, hərəkəti, sevgisi, pul, karyera, sağlıq və ümumi. Fevral ayında Şir bürcü öz gücünü, işığını, dəyərini hiss edəcək. Günəş kartı göstərir ki, siz bu ay daha açıq, özünə güvənən, diqqət mərkəzində olarsınız. Həm də 2 fevralda dolunay var, Şir bürcündədir və bu dolunay özünə dəyər vermə, narsist dolunay gedir də, yəni ki, özünü ön planda tutma dolunayıdır. Daxilində bir rahatlama, artıq özüm kimi ola bilərəm. Bu Şir bürcü üçün özünü ifadə etməkdən qorxmamaq çox önəmlidir, çox cəsarətli olacaqsınız. Hərəkəti, fevralda Şir bürcü liderlik rolunu üzərinə götürür, hər zamanki kimi. İdarə etmə və məsuliyyət deməkdir. Siz hadisələrin arxasınca getmirsiniz, əksinə hadisələri yönləndirən tərəfsiniz. Bu ay verdiyiniz qərarlar ətrafınızdakı insanlara da təsir edəcək. Sevgi sahəsində çox önəmli seçimlər, güclü bağlar görünür. Münasibəti olan şirlər üçün daha ciddi mərhələyə keçid göstərir. Tək olan şirlər üçünsə çox maqnetik cazibəniz olacaq. Taley yüklü, yəni bu karmik deyil də, yəni toksik, karmik tanışlıq olmayacaq. Bu taley yüklü, qismətinizdə olan bir tanışlıq görünür. Bu ay sizə gələn pullar təkcə sizə yox, həm də ətrafınıza da fayda verəcək. Evdə, ailədə, ortaq işlərdə inkişaf göstərir. Karyerada yeni və güclü başlanğıc var. Motivasiya, ideya. Yəni indi başlamaq vaxtıdır. Yəni dəyənəklər onu deyir. Yeni layihə, iş təklifi. Bir də yeni biznes ideyalarınız ortaya gələ bilər. İdeya gələcək və onu başlamaq cəsarətiniz olacaq. Yəni hərəkət etsəniz nəticə alacaqsınız deməkdir. Bədəniniz, iradəniz yerindədir. Amma həddindən artıq yüklənməkdənsə balanslı olmaq sağlamlığı sizin üçün daha da möhkəmləndirəcək. Yəni gücünüzü düzgün yönləndirin. Və nəticə fevral ayının sonunda Şir bürcü üçün tamamlanma uğur görünür. Dünya kartı uğurla bağlandığını, bu ayın yeni dövrə hazır olduğunu göstərir. Fevral ayının sonunda mən bunu bacardım deyə biləcəyiniz nəticələr əldə edəcəksiniz. Nə əziyyət çəksəniz boşa getməyəcək. Uğurlu bir aydır. Bu qədər mənim əzizlərim. Əgər bu açılım sizə uyğun gəldiysə videonu bəyənməyi və paylaşmağı unutmayın.